Salam əziz izləyicilər, xoş gördük sizləri. Bugün istəyirəm ki, göngəni satam. Qardaşlarla, qəssab qardaşlarla danışmışam. Bir gün öncə hal-hazırda saat səhər 4-dür. Birazdan qardaşlar gələcək, təxminən saat 5-ə. Ona qədər bəzi işlərim var. Həm də istəyirəm ki, göngəni bir də dəqiq səhər ac qarnına ölçüm. Çünki tox qarnına ölçəndə biraz ola bilər ki, məni çəkidə aldatsın. Ya. Həmişə bir eşsəm gəlir, ola bilər ki, ac qarnına da ona görədir. Dostlar, 432 kilogram elədir canlı ağırlığı da, canlı diri çəkisi. İndi bunun köklük məsələsi var burada. Görək indi köklüyü nə qədər çıxacaq. Mənim fikrimcə 2-3 kilo olar. 46%'dən. Özümüz kəsəndə həmişə özümüz kəsəndə. Yəni qəssab kəsməkdən biraz fərqli olur. Mənim fikrimcə 100 kiloya da 3 kilo güzəşt skitki alacaqlar. Bu da 200 kilo 6 kilo oradan gələcək. Hardasa mənim zənnimcə 190 kilonun çəkisini pulun verəcəklər mənə. Eğer 47%'den gelse köklüyü. İndi birazdan qəssablar gələcəklər, aparacaqlar. Dəqiq bilinəcək. Bu heyvanı daim mən yemləmişəm, daim. Çox da belə deyim cins değil yani, elə belə. Çünkü ayaqdan biraz qısadır. Ama uzun heyvan da biraz uzundur. Ona görə çəkisini təyin etmək biraz çətindir. Amma mən həmişə metre ilə çəkəndə və özümüz kəsəndə düz göstərir. İndi maraqlıdır görsən qəssabla necə alınacaq bu çəki məsələsi. Yəqin ki, qəssab biraz yağmurcağını da artışdıracaq. Onda biraz metre ilə düz gəlməyə bilər. İlk dəfədir erkek heyvanı
qəssaba verirəm. Yəni uzun illər bundan qabaq vermişəm. Onda bu metre məsələsindən çox da başım çıxmırdı. İndi görək bu erkək heyvanı metre ilə çəkirəm və qəssaba verirəm. Görüm neçə kilo gələcək. Yağlılıq faizi nə qədər olacaq, köklüyü nə qədər olacaq. Yaxınlarda bu peyni də satacağım. Müştəri çıxıb peynə. Kameranı elə bir yerdə yerləşdirək ki, aparanda çəksin. Mənə gəlir ki, bura yaxşıdır. Bacardığım qədər çəkəcəm. Ola bilər ki, maşına mindirəndə çəkə bilməyəm, çünki mən də onlara kömək eləməli olacağım. Amma bacardığım qədər çəkəcəm. Qardaşlar həmişə mənə bazarda, çəkilişlərdə yardım ediblər. Yəqin ki, şərait yaradarlar ki, mən çəkim. Artıq saat 5 olur, gəldilər deyirsən. Abi sen bunu aldın. Atma rahat et. Çiftliği güzel oluyor ya. Bakalım. Aç aç aç. Uzun kavgası bakıyor. Biraz güzel olmalı. Bu böyle ikiydi. Ama yani bu ya. Dostlar, Göngə getdi. Mən də paltarımı dəyişim. Gedim. Maraqlıdır, görüm neçə kilo gələcək. Aha, gəlib çıxdı.
Öncelikle salamlayıram dostlar sizi. Ben getdim. Göngəni bunun sahip alıp geldim. Artık saat 7'dir. Qoy heyvanların qulluğunu edeyim. Bu barədə daha ətraflı soracağım. Dostlar, demek ben sonradan bir de hesabladım ve belə qənaətə geldim ki 45% hesablayayım heyvanı. Qəssab qardaş məndən soruşdu ki neçə kilo çəki qoymusan? Mən də dedim ki ona siz gəlincə mən metre ilə ölçdüm və mənim qoyduğum çəki
194 kilo olmalıdır. Ha qardaşlar, deməli heyvan 195 kilo gəldi. Bu da 45% ilə oldu. Köklüyü 45% ilə əmələ gəldi. Demək 195 kilo, oradan 6 kilo skitka çıxıldı, güzəşt. 103 kilo. 189 kilonun pulunu qardaşlar verdilər mənə. Bax belə qardaşlar. Sizdən videonu bəyənməyi xahiş edirəm. Bu tipli videolarımız arada olacaq. İnşallah növbəti videolarımızın birində xərclər barədə danışarıq. Çünki artıq xərclərimiz azalıb. 8 qab yem verirdim hər verəndə. Arpa yemi. Onun 4'ünü cöngə yiyirdi. 4'ün bu 4 dənə dişi dana yiyirdi. İndi isə yəni yarı azalıb. Ot azalmayıb. Elə əvvəlki qaydada gedəcək. Azaltmaq fikrim yoxdur. Heç azaltmaq da mümkün deyil. Bəli dostlar. İnşallah növbəti videolarda görüşənədək. Sağ olun, sağlıqla qalın.